Dəyərli əməkdaşlar, əmək məcəlləsinə edilən dəyişikliklərdə ən diqqət çəkən məqam da əmək haqqının hesablanması ilə bağlıdır. Belə ki, həm orta aylıq əmək haqqı, həmçinin də məzuniyyət zamanı orta əmək haqqının hesablanması ilə bağlı dəyişikliklər nəzərdə tutulub. İlk olaraq məzuniyyətlə bağlı dəyişikliyi deyək ki, belə ki, məzuniyyət vaxtı orta əmək haqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşlanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur. Göründüyü kimi, maddədə bir fərqli yanaşma qoyulub. Yanaşma ondan ibarətdir ki, əgər işçi hər hansı bir səbəbdən, yəni işə götürənin təşəbbüsü ilə, yəni özündən asılı olmayaraq işə götürən təşəbbüsü ilə ödənişsiz məzuniyyətə göndərilirsə və ya qismən ödənişli sosial məzuniyyətdə olarsa və ya boş dayanma yaranarsa özünün təqsiri üzbatına yox, işə götürən təqsiri üzbatına boş dayanma yaranarsa, bu zaman hesablama metodikası dəyişir. Yəni tamam fərqli hesablamaya keçiriləcək və bu da belə deyək də əmək haqqı hesablayan şəxslər üçün çox önəmli dəyişiklikdir. Eyni zamanda da proqram vasitəsilə bu məzuniyyət haqqlarını hesablayanlar üçün də müəyyən dəyişikliklər etməyə ehtiyac yaranacaq. Qeyd edək ki, bu əmək haqqının necə hesablanması, yəni məzuniyyət zamanı orta əmək haqqının necə hesablanması ilə bağlı biz təlimimizdə, hansı ki 13 dekabr 2025-ci ildə saat 14-dən 17-yə kimi keçiriləcək təlimdə geniş məlumat verəcəyik.